keçən dərsimizdə ev tapşırığı nə idi? Nə vermişdim evə? Buyur qızım. Texnologiyadan keçən dərsimizdə meyvə ağaclarının becərilməsi və tutarıcılığı. Nə vermişdim ev tapşırığı evə? Meyvə ağaclarının rəsmi. Çəkmişsiniz rəsmlərini? Nə gözəl, hansı ağac işləmirsən? Əriyə ağacını. Sən hansı ağac işləmirsən? Yaxşı. Bəs sən qızım? Əriyə ağacının əkmə fəsisi. Baxa. Alma ağacı. Dur ayağa görüm, Zahirə. Ağacları əkdiyimiz zaman ilk növbədə onun yeni yaz və payız aylarını əhatə edir. Ağacları əkdiyimiz əvvəlcə yeri nişanlamaq lazımdır. Yeri nişanladıqdan sonra isə orada alan otları təmizləmək lazımdır və bu zamanda bel ilə yeri təmizləmək lazımdır. Bundan sonra isə ağac əgər budaq formasındakı bunu bir neçə gün suda islatmaq lazımdır. Sonra isə əkdiyimiz yerə bir neçə tink bastırmaq lazımdır. Sağ olun, Ərdim, təşəkkür edirəm. Uşaqlar, biz keçmişdik meyvə ağacları haqqında bildik ki, meyvə ağaclarının becərilmə texnologiyası. Kim deyər, meyvə ağaclarının becərilmə texnologiyası necə olurdu? Kim deyər? Hansı formada becərilir meyvə ağacları? Nərmin, sən qızım, kim deyər? Dur ayağa görüm. Meyvə ağacları becərilmə zaman ilk növbədə onun yeri qazılmalı, yerə biraz su olmalıdır. Yerdən sonra mən ağacı bastırmalı, ağacın yanına isə... Bəs uşaqlar, biz ağacı bastırmamışdan öncə onun iştilləri var idi. O iştilləri neynəmək lazımdır ki, onun nəyi, nə olsun, de görün qızım? Onu suya qoymaq lazımdır. Aysa o suya qoymaq lazımdır ki, o nəm lazım. Sağ olun uşaqlar. İndi isə uşaqlar, bizim ənənəmiz var idi, bilirik də. Belə deyək, hər dərsimizdə biz bunu deyirik. Ənənəmizə başlayırıq. Vətənimiz Azərbaycan. İnteqrasiyamız əsrimiz texnologiyası. Gözəl, əla. İndi keçirik təzə dərsimizə. Mən sizə kiçik bir bağlama verəcəm. Mənə elə gəlir ki, yenə həmçə olduğu kimi bu bağlama var. Bağlama deməli uşaqlar, məntiqi təfəkkürümüzü itiləmək deyərdim. Gəlin indi nədir mənim sizə verəcəyim sual? O elə bir şeydir ki, həm yüngül sənayədə işlənir, həm də ki, insanların həyatının əsas hissəsini təşkil edir. Yağlar mənim. Əyləş. Uşaqlar, bir şey deyim, onun adı mənə lazımdır. Kətan. Yox, çox sağ olun. Zeytun. Əyləş görün. Daha kim uşaqlar? Ne görün oldu? Pambıq. Çox sağ olun, təşəkkür edirəm. Əyləş, uşaqlar, deməli bu pambıqdır. Pambıq həm yüngül sənayədə istehsal olunur, həm də ki, insanların həyatında hansı hissəsidir insanların həyatında işlədilir uşaqlar? Pambığın özünü insan necə eləyə bilər? Neyini eləyə bilər uşaqlar? Ne görür müsünüz? Onun sap düzəldilir və biz bu saplarla müxtəlif geyimlər hazırlayırıq. Sən nə yaptın? Mənim pambığın həm də yağlı, mənim bir çox adlarda mənim pambıq yağının bir çox milli yeməklər pişirə bilir. Ay, sağ ol, çox sağ ol. Uşaqlar, mənə elə gəlir ki, biz 5-ci sinifdə məlumat almışdıq. Pambıq yağından hansı ölkədə daha çox istifadə edirlər? Özbək. Özbəkistanda, çox sağ olun. Özbəkistanda deməli uşaqlar, plovu pambıq yağından hazırlayırlar. Başqa heç bir yağdan istifadə olunmur. Eləmi? Bəs uşaqlar, mən sizə elə gəlmir ki, bax bu günləri pambıqdan danışıram, yağdan danışıram, insan həyatında əsas maddələrdən danışıram. Sizə elə gəlmir ki, bax bizim bugünkü dərsimiz nəyə aiddir? Nəyə aiddir uşaqlar? Buyur qızım. İnsan həyatında qidalı maddələr. İnsanın həyatında deməli qidalı maddələr. Biz bugünkü mövzumuz insan həyatında qidalı maddələrdir. Uşaqlar, insan həyatında qidalı maddələr insana nə kimi xeyir verə bilər? Kim deyir? Buyurun. İlk növbədə insan düzgün qidalanmalıdır. Düzgün qidalandığı zaman onu vitaminlər qəbul etməlidir, çoxlu sularlar, karbohidratlar qəbul etməlidir. Sağ ol qızım, əyləş. Daha sonra kim deyər? Əlavə elə buyurun. Bəndərini, saçları, insanın daxili orqanlarının normal fəaliyyəti üçün isə insan hər tərəfli qidalanmasından asılıdır. Çox sağ ol, təşəkkür edirəm. Sən Fəriz daha enerji verir. Deməli, çox sağ ol Fəriz. Uşaqlar, mən də bunu sizdən almaq istəyirəm ki, qida məhsulları, qida maddələri insanın həyatında ən önəmli keyfiyyətlərdən biridir. Əgər insan qidalanmırsa, o insan həyatda yaşaya bilmər. Su həyat bölgəyidir, elə deyilmi? İnsan suyla qidalanır,
müxtəlif ərzaq məhsulları ilə qidalanır, qida maddələri ilə qidalanır, meyvələrlə, tərəvəzlərlə və s. bu kimi qidalarla qidalanır. Və insanın həyatda enerjisinin möhkəmlənməsi üçün, immunitetinin zəifləməməsi üçün insan düzgün qidalanmalıdır uşaqlar. Gəlin zəhmət olmasa baxaq və biz də bildiyimiz kimi uşaqlar, o cümlədən indi Azərbaycan vətənimizdə də insanların qida məhsullarının artmasıdır, müxtəlif zavodların açılmasıdır. Hörmətli prezidentimiz İlham Əliyev cənabları Azərbaycanda bir neçə zavodlarda olmuşdu ki, konserv zavodunda, qida yeyinti zavodlarında və s. bir neçə zavodlarda olmuşdu ki, orada artıq istehsal öz daxili bazarımızda bizim öz qida məhsullarının istehsalı. Zəhmət olmasa gəlin baxaq, uşaqlar. Qəbələ konserv zavodu, uşaqlar. Yaxınlarda keçən il hörmətli prezidentimiz İlham Əliyev Qəbələdə konserv zavodunda oldu. Konserv zavodunda uşaqlar, sizcə konserv deyəndə nəyi başa düşürük? Hansı qidalar orada istehsal ola bilər? Yardır görün. Mənim insan həyatı üçün lazımdır. Məsələn, konserv, nəyi orada konservləşdirə bilərlər? Hansı ərzaqları? Əti, balığı, konservləşdirilmiş. Mənim Sağ ol, təşəkkür edirəm qızım, buyur. Xiyar turşusu, bəli, xiyar orada konservləşdirirlər, qaroqdur, pomidordur, biberdir, badımcandır, müxtəlif ərzaq məhsullarını konservləşdirirlər və öz daxili bazarımızda satışa çıxardırlar. Zəhmət olmasa baxarsa. Görürsünüz uşaqlar, meyvələrimizdə necə hansı şirələr hazırlanır, istehsal olunur və sizlərin ixtiyarına verilir. Görürsünüz uşaqlar, Azərbaycanda tərkibində zülallar təşkil edən bizim məhsullarımız var ki, fındıqdır, qozdur, badamdır, müxtəlif ərzaq növləri var ki, artıq öz ölkəmizdə istehsal olunurlar. Əvvəlcə onlar görürsünüz, çirkli yarpaqlardan, tozlardan təmizlənir, qabığından təmizlənir və istehsala təmiz şəkildə verilir. Uşaqlar, bir də orada diqqətinizi bir şeyə cəlb etmək istəyirəm. Siz görürsünüz, bu yaxınlarda Azərbaycana nə qədər gözəl texnologiyalar gəlirdi. Hansı ki, bir neçə il bundan qabaq bu texnologiyalar hamısı xarici ölkələrdə var idi. Artıq bizim zavodlarımızda o istehsal olunmurdu. Sağ olsun prezidentimiz ki, artıq Azərbaycanda da sayı hesabı bilinməyən nə qədər qida yerləri açılmışdır. Çörək və un məmulatları müəssisələri fikir verək, baxın. Orada diqqətinizi bir şeyə baxın, uşaqlar, yayındırmadıq. Görürsünüz, hamısı əlcəklərdədir. Necə hamısını hazırlayırlar? Çünki orada sanitariya gigiyena qaydalarına çirklər, mikroblar çörəyin üzərinə qonar və o da insanların, qidalananda insanlar, onların bədənlərinə gedir və müxtəlif cür xəstəliklər əmələ gəlir. Süd məhsulları zavodu fikir verək, çox gözəl, böyük bir süd məhsulu zavodu açılmışdır. Kim deyər, uşaqlar, südün tərkibində hansı maddələr yerləşir? Kim deyər, dur qızım? Südün tərkibində zülallar yerləşir. Zülallar daha çox təşkil edir. Yağlar. Yağlar daha çox təşkil edir. Südün tərkibində sümüklərin möhkəmlənməsi və kalsium. Ay, sağ ol, çox sağ ol, təşəkkür ederim. Deməli, südün tərkibində sümüyün bərkiməsi üçün kalsiumdan daha çox geniş şəkildə istifadə olunur. Uşaqlar, deməli, biz nədir? Artıq keçirik qida məhsulları. Qida məhsullarının içərisində maddələr var. Deməli, qida maddələri hansılar?
Biz bugün bunu öyrənəcəyik. Aşağı siniflərdə də keçmişik, biz bunu bilirik ki, qida məhsulları. Birini mən deyəcəm, zülallar, sonra, buyur qızım, karbohidratlar, yağlar, C vitamini. C vitamini, A vitamini və bir də birini yadımızdan çıxardıq, ümumi vitamin toplusu yerləşir ki, hansı ki, qida maddələrinin tərkibində yerləşir. Uşaqlar, biz bu günləri almanın üzərinə baxanda, biz bilirik ki, alma görsənən tərəfidir. Ancaq biz bunun içərisini yaranda, laboratoriya verəndə, içərisinin maddələrini yoxlayanda baxıb görür ki, almanın tərkibində insan həyatına nə qədər gözəl, önəmli bir tərəfi olan maddələr var ki, insanın sağlamlığının qorunmasına, ümumiyyətlə söhbət almadan gedir, ümumiyyətlə qida məhsullarına gedir, insanın sağlamlığı necə gözəl təsir edir. Uşaqlar, bəs yaxşı, vitaminlər haqqında nə öyrənə bilərik uşaqlar? Vitaminlər, məsələn, hansı vitaminləri tanıyırıq? Vitaminlər insan orqanizmində yaranmırlar, enerji mənbəli deyirlər. Vitaminlərin bir çox növləri vardır. A vitamini, B vitamini, C vitamini və vitaminləri ən çox həb və inyeksiyalar şəklində. A vitamini ən çox nəyin tərkibində yerləşir? Nəyin tərkibində yerləşir A vitamini? Meyvələrin əliyə. Sonra kimdir? Narıncı və sarı meyvələrin tərkibində. Narıncı meyvələri kim sayar? Hansı renkdə narıncı meyvələr sayılır? Buyur qızım. Ərik, limon. Ərik, limon. Sonra? Mən bal qabaq, yer kökü. Bal qabaq, yer kökü. Portağal. Sonra bir də sarı meyvələr bəs hansılardır? Sarı meyvələr hansılardır? Limon, banan. Sonra? Alma. Çox gözəl. Armud. Çox gözəl. Laf yaxşı olar. Bəs yaxşı, C vitamini hansı qida məhsullarının tərkibində yerləşir? Mən birini deyirəm, limon. C vitamini həm bitki, həm də heyvan mənşəli, bitki mənşəli olur yalnız. Bitki mənşəli qida məhsullarının tərkibində yerləşir. Daha düzgünü C vitamini yağ və karbohidratların mübadiləsini tənzimləyir. C vitamini qara qarağatda, zeytunda və bir çox bitkilərdə daha geniş öz əksini tapmışdır. Buyur qızım, sən də. C vitamini əsasən turş olan meyvələrin Mən bunu əlavə edəcəyim. Çox gözəl ki, bizim qızımız dedi, bəli, turş meyvələrin tərkibində C vitamini öz əksini tapır uşaqlar. C vitamini ən çox kivinin tərkibində olur. Ən çox kivinin tərkibində. Uşaqlar, mən bunu bir önəmli tərəfi də deyim ki, dərslərimizin birində mən bunu sizə izah eləmişdim. Yeri gəlmişəm. Demək, biz indiyə qədər bilirdik ki, ən çox C vitamini bibərin və yaxud da ki, və bir də limonun tərkibində olur. Amma dünya alimləri bunu artıq izah elədilər ki, xeyr, kivinin tərkibində C vitamini daha çoxunu təşkil edilmiş ki, həm də ki, C vitamini, uşaqlar, onun da önəmli tərəfi birdir ki, şəkər xəstəsi olan adamlarda şəkərin insülini aşağı salmaq qabiliyyəti var. Kivinin tərkibində olan C vitamini. Ancaq limonun tərkibində olan C vitamini şəkərin tərkibini aşağı salmır. Biz bu günləri bir də onu öyrəndik ki, uşaqlar, hər qida maddəsinin, hər bir məhsulun tərkibində olan vitamin toplusu özünə məxsus insanın sağlamlığına xeyir eləyir və yaxud da ki, zərər eləyir. Elə deyilmi? Uşaqlar, biz vitaminləri danışırıq, amma yağlardan gəlin danışaq. Kim deyər, neçə cür yağ olur? Bitki və heyvan mənşəli yağlar. Bitki və heyvan mənşəli yağlar. Kim bitki tərkibli yağları sayar? Bura olun sən. Bitki tərkibli yağlar mən bitkilərdən alınır. Onlar zeytun yağı, yağı, sonra hansı yağlar? Boz, fındıq, badam. Boz, çox gözəl, çox uşaq, çox şadan. Boz yağı, fındıq yağı. Cinə baxın. Nə yağı? Çəftənə yağı, bəli. Bu günləri bizim tibbimizdə uşaqlar önəmli qan azlığı daşıyan xəstələrimiz var ki, önəmli bir ki, çəfənə yağından geniş şəkildə istifadə edir və bir də qoz yağından. Onu xatırladın, buyurun. Heyvan mənşəsi və heyvanın iç yağı və kərə yağıdır. Heyvanın iç piylərindən və bir də kərə yağından. O kərə yağı nədən alır, kim deyər uşaqlar? Buyur, görün nədən? Hər hansısa bir heyvan südündən. Hər hansı heyvanın südündən deyil. Kim? Çox sağ ol, təşəkkür edim. Kim? İnək südündən. Qoyun. Sonra? Uşaqlar, ümumiyyətlə bir haşiyə çıxacaq. Biz hansı heyvanların həm ətini yeyirik, həm südünü yeyirik? Kim sayar? İnək. Dur görüm oğlum. İnək, qoyun, keçi. Çox sağ ol, təşəkkür edirəm sizə. Ən çox uşaqlar inəyin südündən və onun məhsullarından yağlar alınır və bizim istehsalımıza verilir. Elə deyilmi? Müəssisələrimizə verilir, orada artıq onun istehsal müəssisələrində istehsal edilir və bizim insanların himayəsinə buraxırlar. Deməli, uşaqlar, sizcə insanın həyatında önəmli tərəfi daşıyan cəhət bitki yağlarından daha çox istifadə etmək yoxsa
Hansı yağlardan Heyvan. Ay, sağ ol. Deməli, deyin görüm uşaqlar, hansından istifadə etsək necə olar? Ben bitki yağlarından istifadə etsəm, insan daha sağlam olar. Əgər heyvan Niyə, Nərmin? Məsələn, niyə? Mən çünki heyvan yağını çox işlətdikdə insan piylənir. Mən belə olduqda da insanın sağlamlığına zərər dəyir. Ancaq heyvan bitki mənşəli yağlar isə insan üçün o qədər də zərərli deyildir. Bitki mənşəli yağlar insan üçün zərərli deyil. Ona görə ki, uşaqlar, bitki tərkibli mənşəli yağların tərkibində bitkilərdən alınan yağlara görə onun tərkibində yüngüllük var. İnsanın kökəlməsinə, insanın qidasının yüngül olmasına, yaxşı enerji daşımasına səbəb olur. Amma heyvan mənşəli yağlarda isə tərkibində həddindən artıq nə var uşaqlar? Nə var? Yağlılıq çox təşkil edir. Kərə yağının tərkibi yağlılığı çox olduğuna görə piylənməyə daha çox meyilli olur insanlar. Bax, buna gəlin bir dənə slaydımız var. Zəhmət olmasa buna da baxaq uşaqlar. Gəlin görək uşaqlar, biz necə qidalanmalıyıq, sağlam qidalanmaya baxaq. Mütləq düzgün qidalanmaq lazımdır. Bunu nəzərə alıb, sizə sağlam qidalanmanın əsas şərtlərini təqdim edirik. Sağlam qidalanmanın əsasını süd məhsulları, yumurta, ət, balıq və dəniz məhsulları, eləcə də meyvə və tərəvəzlər təşkil edir. Süd məhsulları orqanizmi kalsiyumla təmin edən əsas məhsullardan biridir. Ona görə də mümkün dərəcədə bu məhsullardan hər gün qəbul etməyə çalışın. Unutmayın, bu məhsulları soyuducuda ağzı açıq şəkildə saxlamaq məsləhət deyil. Çünki süd məhsullarında qoxunu cəlb etmə xüsusiyyəti yüksəkdir. Sağlam qidalanmaq istəyirsinizsə, o zaman hər həftə balıq yeməyi də unutmayın. Çünki balıq protein və yağın ən yaxşı mənbəyidir. Çalışın yemək hazırlayarkən ətin yaxsız tikələrini seçəsiniz. Bununla siz həm piylənmənin qarşısını alacaqsınız, həm də ki sağlam olacaqsınız. Gündəlik qidalanmada müxtəlif vitaminlər qəbul etməkdə insan orqanizmi üçün çox zəruridir. Vitaminlər isə orqanizmimizə tərəvəzlər və meyvələr vasitəsilə daxil olur. Sağlam qidalanmada balqabaq, badımca və pomidor kimi bol vitaminli və kalorili tərəvəzlərin xüsusi yeri var. Tərəvəzlərlə yanaşı bütün meyvələr də sağlam qidalanmaq üçün əsas şərtlərdən biridir. Odur ki, çalışıb gündə ən azı bir dəfə meyvə ilə qidalanırsınız. Siz də bu məsləhətlərə əməl edin ki, həmişə sağlam olasınız. Uşaqlar, bir də onu qeyd edeyim ki, sağlam qidalanmayla da sağlam qida yemək lazımdır. Mütləq şəkildə bütün qida məhsulları insan hansı qidanı qəbul edirsə, onun sağlam olmasına fikir verməlidir, təmiz olmasına fikir verməlidir. Orada üzərindəki mikroblara çürümə prosesi gedir və yaxud da ki, ət məhsulundan istifadə edirsiniz, ət məhsulu köhnəlidir, ola bilər pis qoxu verən bir tərəfi olur. Mütləq bunlara diqqət eləməlisiniz ki, bunlardan istifadə etmək olmaz. Mağazadan hər hansı bir qida məhsulu alanda üstündə onun standartları var, nömrəsi var, tarifi var, istehsal olan tarifi var və bir də hansı aya qədərdir. Mütləq bunlara fikir vermək lazımdır ki, hansı məhsul təzədir, hansı məhsul köhnədir. Uşaqlar, onunla sağlamlığımızı ifadə edən tərəfi ilə də bərabər. Amma məhsullar var ki, onların tərkibində çürümə prosesi tez gedir. Ondan sonra o insanın həyatına zərər verən tərəfləri var. Gəlin bir baxaq görək ki, hansı tərəfləridir ki, o insanın həyatına da müxtəlif formada zərərli tərəfləri var. Baxaq, zərərli qidalara bir baxaq. Elə müəssisələrimiz var ki, indi bu dəqiqə Azərbaycanda çox gözəl zavodlarımız, qida sənaye məhsulları istehsal edən yerlərimiz var. Amma ondan da baxırlar. Yəni ki, standartlara uyğun olmayan yerlər var ki, oranı açırlar, çörək məhsulları istehsal edirlər, müxtəlif qida məhsulları istehsal edirlər ki, baxaq görək hansılar. Göstərir ki, uzun zamandır ki, ümumi internet şəbəkəsində belə bir xəbər yazılmışdır ki, fazla içkinin olduğu qabaq toyuğun qaraciyəri qoyulursa, 12 saat keçdikdən sonra tamamilə çürür. Biz onu yoxlamaq və effektinin necə olacağını bilmək qərarına gəldik. 12 saatdan sonra toyuq qaraciyəri həqiqətən də çürüdü, demək olar ki, başlığa çevrildi. Qoxusu da ona müvafiq oldu. Təəccüblüsü odur ki, toyuğun qaraciyərini sadəcə soyuducan kənarda saxlayarkən 3 sutka ərzində xarab olmuş. Təsəvvür edirsinizmi? Mentos konfetlərini soraraq Pepsi Cola içən uşağın mədəsində nə baş verir? Ənənli sübut üçün biz bu sadə eksperimenti də keçirdik. Qazlı içki ilə dolu şüşəyə bir ədəd saf qızılı konfet qoyduk.
şərhə heç bir ehtiyac yoxdur. İndi təsəvvür edin ki, bu həm bizim, həm uşaqlarımızın mədəsində baş verir. Işıldayan içkilərin əsas istehlakçısı uşaqlar və gənclərdir. Bundan əlavə, yağlı hamburger, hot-dog və ya qızarmış kartof yərkən soyuq qazlı suların içilməsi mədənin fəaliyyətini xeyli çətinləşdirir. Mədə şirəsi bu qidaların həzmini çatdıra bilmir. Soyuq içkinin təsirindən yağlar donur və ağır yük kimi əvvəlcə mədədə, sonrası beldə yığılıb qalır. Biz bu içkilərin yerinə başqa içkilər də içə bilərik. Mütəxəssislər yenicə sıxılmış şirələrə üstünlük verirlər. İndi heç olmasa bir dəfə əsasən səhərlər cəmi bir stəkan yeni sıxılmış, istənilən meyvə və ya tərəvəz şirəsi içmək çox faydalıdır. Bu həm dərinin rəngini açır, həm həyatınızı daha mənalı və gözəl edir. Sadə bir eksperiment aparaq. Fast food, köşkündən alınmış qızarmış kartofu və öz bağımızda yetişmiş, ev şəraitində bişirdiyimiz kartofu şüşə qablara qoyub, nömrələyək və bir müddət saxlayaq. 3 gündən sonra ev şəraitində hazırladığımız kartof süflə örtülməyə başlayır. Fast food müəssisəsindən alınmış kartof çox az dəyişmişdir. Bir həftə keçdikdən sonra evdə bişirilmiş kartofun çox hissəsini kif basır. Fast food kartofunda yenə də dəyişiklik azdır. 2 həftə keçdikdən sonra ev kartofu bütünlüklə kifrə örtülür. Fast food kartofu isə 2 həftə ərzində azca soğumuşdur, rütubəti buraxılmamışdır. Axı bu təbiətin qanunudur. 3 həftə. Fast food kartofu dəyişilməyən, sanki indi alınmış kimi görünür. Lakin 3 həftə keçib əlimizlə pişirdiyimiz kartof isə tanınmaz olur. 6 həftə keçir. Bu ev kartofu, bu isə fast food. 100 ay yarım keçir. Şərhə ehtiyac yox. Siz fikir verdiniz uşaqlar, burada hansı qida məhsullarını qoymuşsunuz mən? Sizin ən çox, niyə mən o şirələri ora qoymuşam? Ona görə ki, uşaqlar istər məktəbdə, istər evdə, istər bayramlarda, istər toy şənliklərində. Mən fikir verirəm ki, uşaqlar daha çox şirələrə meyilli olurlar. Yəni içkilərə, yəni şirin içkilərə daha çox meyilli. Amma biz bunu bilmirik ki, bu qida məhsullarının tərkibində elə bir zəhərləyici maddələr olur ki, vaxt keçmişlərin. İnsanın həyatını bəlkə də həkimə getsə, insan həyatını qurtarmaq olmur. Yəni orada açanda siz ona fikir verin. Öncə onların qazları çıxır içərisində. Siz gördünüz o içərisinə dərman atılan kimi o necə özündən çıxdı. Yəni müxtəlif cür kimyəvi maddələr vurulur onun tərkibinə. O da siz uşaqların, yəni balacaların sağlamlığına həddindən artıq ziyandır. Bunlardan az istifadə etsəniz daha yaxşı olar. Uşaqlar, mən burada yenə ənənəmizə sadiq olaraq söhbət qida məhsullarına getdiyinə görə mən burada qida məhsulları gətirmişəm sizə iş vərəqləri payladım. Deməli, qrupda 5 nəfər, 6 nəfər şagird var. İş vərəqlərinizi nə edəcəksiniz? Öncə sizə tapşırığı verim, ondan sonra işlərimizə başlayaq. Mən burada müxtəlif qida məhsulları gətirdim, göstərim. Deməli, uşaqlar, tərkibində C vitamini olan burada meyvələr var. Hansı ki, limondur, almadır, banandır, kividir, üzümdür. Siz bunu nə edəcəksiniz? Balaca, kiçik formada doğrayırsınız. Yəqin restoranlarda, kafelərdə, yeməkxanalarda və yaxud da bayramlarda, bayram süfrəsində evlərinizdə görürsünüz. Valideynləriniz hazırlayır. Yoğurtla qarışdırırsınız. Yoğurt da uşaqların çox sevdiyi qida məhsuludur. Elə deyil mi? Qarışdırırsınız yoğurtla, burada başlayın. İşinizdə biraz cəlb olaq və 2 nəfər şagird yazır və nümayiş edir. Nəyi etdiniz, necə həyata keçirdiniz bunu? Elə deyil uşaqlar. 2 nəfər yazırsınız, gəlib qabaqda nümayiş edirsiniz və hazırlayırsınız taktik. Sonra karbohidratlar qrupu, zəhmət olmasa, burada uşaqlar yenə qida məhsullarındandır. Qarofdan, kartoşkadan, kökdən, hərəsindən bir dənə qoymuşam. Kiçik bir formada, dizaynda olmaq şərti ilə kiçik bir formada tez bir zaman çərçivəsində salat hazırlayırsınız. Uşaqlar, bilirik ki, biz qida məhsullarını əl vurmamışdan öncə bizim əlcəklərimiz, önlüyümüz və ləçəyimiz var. Elə deyil mi? Hər dərsdə olduğu kimi zəhmət olmazsa önlükləri taxırsınız, ləçəkləri bağlayırsınız, əlcəkləri də sanitariya gigiyena qaydalarına əməl etməmiz üçün əlinizə taxırsınız. Sonra uşaqlar
Bir qrup da burada yağlar qrupudur. Zəhmət olmasa buyurun siz də kiçik bir şəkildə salat hazırlayın. Sonra A vitamini qrupu. A vitamini qrupu buyurun. Zülallar qrupu. Deməli, sonra yazırsınız. Siz burada hansı qida məhsullarından istifadə edirsiniz və o qida məhsulunun tərkibi nədir və nə hazırlayırsınız, çıxıb nümayiş edəcəksiniz. Biraz uşaqlar, vaxtımız gedir, cəld olaq. Əvvəlcə nə edirik? Kibinin qabığını soyuruq. Uşaqlar, bir önəmli cəhətdə qeyd edir ki, bilirsiniz ki, yumurtanın tərkibində ən çox nə təşkil edir? Hansı maddələr var? Zülal var. Demə, həm də kalsiyum təşkil edir. Balaca uşaqlara yumurtanın adını verirlər ki, onun tərkibində çoxlu miqdarda kalsiyum var, elə deyil mi? Siz nə inirsiniz? Zəhmət olmasa. Doğru. Siz mayonezi bunun içerisine dökebilirsiniz ki hazır olsun. Valla biz bunu nümayiş edəcəyik ha, qrupla. Nümayiş edəcəyik. Görək hansı qrupda gözəl bir dizayn verib siz yaxşı hazırlamışsınız.
Vaxtımız gelir. 6 dəqiqədən sonra uşaqlar yığacaq. İstəyəndə olar. Zaman haqqında yazırsan, kahva saat tərkibində nə var, kahvası nədən hazırlanır, məhsul nədən hazırlanır. Uşaqlar, mən sizin işvərəqlərinizə müxtəlif formada şəkillər, ərzaq məhsullarının şəkillərini çəkmişəm. Bilmirəm, baxırsınız, baxmırsınız. Baxaq bir. Bəli, burada görürsən, yağlı köksün tərkibində nə idi, izaniki bayaqları, temizdir. Onların hamısını yazırsan, mən üçün izah edəcəksin. Vaxtımız azalır, uşaqlar, cəld olaq biraz. Emin olaraq xırda doğramaq lazım deyil. Bəs kifayət. Öyle yığarsın. Səliqəyini yığın. Səliqəyini yığın. Tamam, açar. Bir dənə xiyar cəhəndə kifayət edərək. Biraz fırsat. Biz iş gördüğümüz zaman xüsusən də biz bu şeyləri məsrəfdə edirik, bilirsiniz. İş gördüyümüz zaman səliqə, səhmana, sanitariya, gigiyena qaydalarına xüsusi riayət etməliyik, fikir verməliyik, diqqət etməliyik. Hər də onun kənarlarını bizə verir, qəşəng bir forma alsın. Karbonhidratlar qrupu zəhmət olmasa, işvərətləri
Uşaqlar, zəhmət olmasa diqqətimizi lövhəyə yönəldək. Zəhmət olmasa uşaqlar, diqqətimizi lövhəyə yönəldək. Buyur qızım. Mən insan həyatında qidalı maddələr, karbohidrat haqqında danışır. Məlumdur ki, karbohidratların hesabına orqanizmin əsas enerji xərcləri bərpa olunur. Karbohidratlar əsasən bitki mənşəli alicətlərdə olurlar. Karbohidratlarla ən zəngin qida məhsulu tərəvəzlərdir. Tərəvəzlərdən sonra ikinci yeri yarma və taxıl məhsullarıdır. Karbohidrat çatışmamazlığı zamanı orqanizm zəifləyir, tez-tez hazırlıq, baş izlənməsi, karbohidratların artıq qəbulu isə pillənməyə gəlib çıxardır. Meyvə və tərəvəzlərin tərkibində olan karbohidratlar isə xeyli hesab olunurlar. Bu karbohidratlar demək olar ki, bağırsaqda həll olunur, bunlar əsas enerji mənbəyi deyildir. Ancaq bağırsağın işini tənzimləyir, toplu hissi yaradırlar. B qrupu vitaminləri isə karbohidratlarla bircə istifadə edildikdə işi tənzimləyir. Çox gözəl. Siz karbohidratlar qrupu olaraq orada hansı qida məhsullarından istifadə etdiniz? Kartof, yaşıl nohud, istiyorlar sonra köş, nohud və s. Ərzaqlardan istifadə etdiniz. Buyur qızım, gəl sağlığınızı nümayiş etdirin baxın. Gətir görün. Uşaqlar, zəhmət olmasa diqqətlə bütün qruplar baxsınlar. Həm məlumat verdilər, həm də ki, təbii qida məhsullarından kiçik bir salat növü də hazırladılar. Çox sağ olun qızım, təşəkkür edirəm. Niyə eləmək lazım uşaqlar burada? Alqışlamaq lazımdır. Sağ olun. Buyurun. Sonra C vitamini qrupu gəlsin. Nərmin, zəhmət olmasa çıxır, izah et. Çox sağ olun, əyləşsən. Buyur. Nərmini dinləyək, uşaqlar, Nərmini dinləyək. C vitamini zülal və karbohidratların mübadiləsini tənzimləyir. C vitamini qara qarağatda, limonda, it burnunda, soğanda, sarımsaqda və başqa meyvələrin tərkibində olur. Qidada C vitamini olmayanda orqanizm zəifləyir və bitki mənşəli gücünü itirir. C vitamini gözlərə, dişlərə, orqanizmə çox təsir edir. Həm də C vitamini bitki mənşəli olur. C vitamini qəbul etmədikdə dişlərin dibi qanıyır və diş dibinin selekli qişası zədələnir. C vitamini olan meyvə tərəvəzlərdən biri çox yemək və salatları hazırlamaq mümkündür. Nərmin, düzülsün uşaqlar. Bir önəmi də qeyd edeyim ki, siz uşaqlara daha çox vacibdir. Hansı meyvənin tərkibində, ərzaq növünün tərkibində C vitamini az qəbul edirsinizsə, siz fikir verirsiniz, sizin dişləriniz tez çürüyüb, bəhv olub gedirlər. Ona görə də fikir vermək lazımdır ki, elə qida məhsulları qəbul etmək lazımdır ki, onların tərkibində çoxlu miqdarda kalsiyum olsun, C vitamini olsun ki, dişləriniz möhkəm olsun. Buyur qızım. C vitamini insan həyatında çox böyük rol oynayır. Bizə elə gəlir ki, C vitamini yalnız almada olur. Amma sonra bizim alimlərimiz aşkar edib ki, C vitamini tərkibi kividə də vardır. Dayan burada ki. Buyur, çox sağ ol qızım, təşəkkür edirəm, əyləşin. Gəl sən indi, Zülallar qrupu, siz də gəlin, zəhmət olmasa. Orada yanlışdır. Sən gəl qızım, burada izah elə. İzah elə. Yağlar əsas enerji mənbəyidir. Yağlar əsasən hüceyrə əsasən maddələr mübadiləsi fəal iştirak edir. Yağlar iki mənşəli olur. Yağlar bunlardır. Bitki və heyvan mənşəli olur. Bitki mənşəli yağlar günəbaxan, qardalı, kətan və zeytun yağı. Heyvan yağları isə heyvanın iç yağı və kərə yağından alınır. Əgər heyvan mənşəli yağları biz çox istifadə etsək, bizim orqanizmimizdə piylənmə çox qəbul etsək və az hərəkət etsək, bizim orqanizmimizdə piylənmə baş verər. Bu qədər mən.
Çox sağ ol, təşəkkür edirəm. Əyləşib, buyur qızım, izah elə. Mən insan həyatında qidalı maddələrin rolu vardır. Bu qidalı maddələrin biri də zilallardır. Zilallar orqanizmin əsas tikinti materialıdır. Zilallar bitki və heyvan mənşəli olur. Bitki mənşəli ərzaqlar göbələyin, qozun və başqa ərzaqların tərkibində olur. Heyvan mənşəli ərzaqlar isə südün, ətin, balığın və başqa ərzaqların daxilində vardır. Zilal maddələrinə, zilal ərzaqlarına həmçinin yumurta, süd, kartof, kəsmik, xiyar, balıq və... Namidə, çox sağ ol, təşəkkür edirəm qızım. Əyləşə bilərsən, buyur qızım, sən də izah A vitamini əsasən dərinin sağlamlığında böyük rol oynayır və A vitamini dərinin sağlamlığında böyük rol oynayır. Əsasən həyat prosesləri var ki, buna da yaxşı təsir göstərir. Yoxlamalar var ki, orqanizmdə A vitamini yoxlamalara qarşı müqavimətini artırır. A vitaminin tərkibində çoxlu enerji vardır, bitki məişəlidir. Bu vitamin sarı və narıncı meyvə və sərvəzlərdə olur. A vitamini əsasən gözlərin selektiv işası var ki, buna da yaxşı təsir edir. A vitaminin çatışmamazlığı nəticəsində immunitet zəifləyir, əsasən gözlərdə körlənməyə səbəb olur. A vitamini əsasən yağlarda, balıq yağında, qaymaqda, biberdə, pendirdə, yumurtada və s. Çox sağ ol qızım, təşəkkür edirəm, əyləşə bilərsiniz. Zəhmət olmasa, indi siz özünüz nümayiş elətdiniz salatlarınızı. Nərmin, nə hansı ərzaqlardan istifadə elədirsiniz? Xiyar, çöç, yumurta, qaynadılmış ət, yumurta və fındıq. Bir də badam. İstifadə eləmədik. Kartoşka desin. Çox sağ ol qızım, təşəkkür edirəm, əyləşin. Zəhmət olmasa Zülal qrupu. Hansı ərzaqlardan istifadə edirsiniz? Ət, xiyar, qarox, Qarox, üzr istəyirəm, onun adını biz... Ay, sağ ol. Göy sonra yaşıl noxud, kartof, yumurta və s. Buyurun qızım, hansı kokteyli hazırladı sizdə bu Mandalinlər, almadan, üzümdən, limondan və banandan və axırda üzərinə yoğurt. Yoğurt töksünüz, sağ olun, təşəkkür ederim, əyləşin. Sağ olun. Uşaqlar, gəlin bir-birimizi alqışlayaq, çox sağ olun. Biz bu günləri hansı mövzunu keçdik? Kim deyər, Nərmin, dur ayağa qızım. Biz bugünkü dərsimiz oldu, orqanizmdə qidalı maddələr. İnsanın həyatında qidalı maddələri keçdik. Qidalı maddələrin tərkibləri hansılar idi? Buyurun tez, buyur qızım, nələr var idi? Karbohidratlar, yağlar, zülallar, vitaminlər, A vitamini, C vitamini və bütün vitaminlər hamısını öyrəndik. Sağ olun uşaqlar, təşəkkür edirəm sizə. Bu günləri insan həyatında qidalı maddələr haqqında mövzumuz başa çatdı. Mən əminəm ki, ev tapşırığı verirəm sizə uşaqlar. Ev tapşırığımız nədir? İnsanın həyatında sağlamlığı və zərərli olan, hansı sağlamlığına zərər verən, hansı qida məhsulları tez xarab olursa, onlar haqqında şifahi təqdimat hazırlayıb gələcəksiniz. Oldu uşaqlar? Sağ olun. Uşaqlar, bir dəqiqə üzr istəyirəm. Karbohidratlar qrupu işini təşkil etməyə görə 5 qiymətləndirilir. Zülal qrupu da 5 qiymət alır. Yağlar ümumiyyətlə işini təşkil etmək çox gözəldir. Arıcılığı müəyyən etməyə görə inci məsələndən zülal qrupu 4 alacaq. Karbohidratlar qrupu 5'li, yağlar 4 alacaq. C vitamini 4 alacaq. A vitamini 5 alacaq. Bu tərkibində birlikdə fəaliyyətə görə yağlara 4 verəcək. Ona görə ki, bütün qrupda bir-birinizə birgə fəaliyyət nümayişi yaxşıydı, amma əla deyil. Təbii qida məhsullarından hazırlanan salatı nümayiş etməsinə görə isə mən bu qrupa verirəm, yağlar qrupuna verirəm 5, C vitamini qrupu 5 alacaq, zülallar qrupu 4 alacaq, üzr istəyirəm, C vitamini 4 alacaq, A vitamini 5 alacaq, sonra zülal qrupu 5 alır, karbohidrat isə 5 alır. Əməkdaşlığınız yaxşıydı, çox əla deyildi hamınıza. 4 verirəm. Təqdim etməniz hamınız 5 alırsınız. Çox gözəl, təşəkkür edirəm sizə.
Sağ olun uşaqlar, minnətdarım. Sənə deyirlər.